Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün mən sizə Time kitabının yeni nəşr olunmuş vəsaitində, test bankında biliyin növlərinə aid sualların izahını təqdim etməyə çalışacağım. Gəlin baxaq görək nəyə dəyişiklik var. Elə də çox dəyişiklik yoxdur. Bəzi məqamlarda xüsusi olaraq kiçik dəyişikliklərə yol verib, hətta bəzi testlər elə olduğu kimi də qalıb. Deyir, hansı fikir yanlışdır bilik ilə bağlı? Metakognitiv bilik yuxarı təfəkkür səviyyəsinə uyğun gəlir. Bəli, doğrudur. Biz dedik ki, metakognitiv bilik nə idi? Biliyin ən üstün növü idi və şagirdin özü ilə bağlı idi. B-də deyir, faktoloji bilik Bloom taksonomiyasının aşağı təfəkkür mərhələsinə uyğun gəlir. Düzdür. Daha çox xatırlamaq mərhələsində öz əksini tapıb, faktlara əsaslanır. C-də deyir ki, şagirdin tapşırığı həlli zamanı özü üçün düzgün strategiya seçməsi prosedural bilikdir. Xeyr, yalan deyir. Özü üçün düzgün strategiya seçmək prosedural bilik yox. Əlbəttə ki, metakognitiv bilikdir. Elə köhnə Time'da da bu olduğu kimidir. Cavab C variantıdır, yanlış. İkinci suala baxaq. Deyir, fikirlərdən hansı yanlışdır? Şagirdlər biliyi əldə edərkən onu kognitiv proseslərdən keçirir. Bəli, yəni şagird biliyi əldə edərkən onu təhlil edir, analiz edir. Biliyin qəbulu zamanı metakognitiv fəaliyyətlərin əhəmiyyəti böyüdür, özü üçün müəyyənləşdirir. Şagirdin onlara ötürülən bilikdən özləri üçün bir məna çıxara bilməlidir. Bəli, konseptual bilikdə nəticə çıxartmalısan. Biliyi faktoloji, konseptual, prosedural, metakognitiv olaraq təhsil verilir, doğrudur. Şagird biliyi ötürülməsi zamanı pasiv iştirakçı rolunda oynayır, yalan deyir, aktiv olmalıdır. Pasiv olmayacaq. Ona görə də cavabımız elə burada Y variantı olacaqdır. Burada da C variantı idi. Yəni bu testlər elə olduğu kimi Time'da necə var idisə keçən il elə də qalıb. Uyğunluğu müəyyən edin deyir. Gəl görək uyğunluq harda öz əksini tapır. Metakognitiv, prosedural, konseptual və deklarativ. Şagird məsələni həll etməzdən öncə onu təsəvvüründə canlandırmağın anlamasına yardım etdiyini bilir. Şagird neynir? Şagird bilir ki, təsəvvüründə canlandırsa daha yaxşı olacaq. Onu neyniyib? Özü üçün müəyyən edib. Bu metakognitiv bilikdir. Birin qarşısına A yazaq. Şagird yayda okeandan materikə doğru əsən küləyin adlarını sadalayır. Məsələn, küləyin növlərini sadalayacaq ki, nə bilim, musson küləyi var, nə bilim, nə var. Bu olacaq faktoloji. Şagird şəhər kənd əhalisinin say nisbətini etibarilə dəyişməsini hesablayırsa prosedural. Şagird sağlam həyat tərzinə təsir edən amilləri qruplaşdırır. Bu da konseptual bilik olacaqdır, əlbəttə ki. Ona görə qruplaşdırarkən cavab olacaq 1A, 2C, 3D, 4B. A variantında uyğun gələcəkdir. Dördüncü sual. Deklarativ bilik ilə bağlı fikirlərdən hansı yanlışdır? Görək deklarativ bilik ilə hansı fikir yanlışdır? Hər hansı bir sahə ilə bağlı olan terminlər bu biliyin növünə aiddir. Düzdür, terminoloji bilikdə deklarativdə var. Fənlə bağlı dəqiq məlumatları özündə əks etdirir, doğrudur. Digər bilik növlərinin formalaşmasında deklarativ bilik olmalıdır. Çünki bünövrədir, bazadır. Hər hansı bir tapşırığı icrasını necə edəcəyimiz bilmək deklarativ bilik yox, prosedural bilik olacaqdır, əziz müəllimlər. Dördüncü sualda cavab Y olacaq. Müəllim şagirdlərdən xarici dildə yeni sözləri daha yaxşı yadda saxlamaq üçün hansı üsullardan istifadə etdiyini siniflə bölüş. Yəni sən özün üçün nəyi edirsən, necə edirsən ki, bunu daha yaxşı nail olursan, bu da metakognitiv bilik olacaqdır. Altıncı sualda deyir, bu misraların mahiyyətini dərk edən şagird. Şagird əgər nəyinsə yadımızda saxlayın, mahiyyətini dərk edirsə, başa düşürsə, bu konseptual biliyin əsas açar məqamıdır. 7-ci sualına davam edək. Müəllim şagirdə instinkt düşüncələr, fəaliyyət və təfəkkürü fərqləndirməyə tapşırır. Müəllim şagirdə deyir ki, fərqləndir, müqayisə ilə konseptual bilik olacaqdır. Sual nümunələrindən biri faktoloji biliyin yoxlamasına xidmət etmir. Ağac üzərində qrafikə nə deyilir? Bu faktolojidir. Rusiyanın təhkimçiliyi nə vaxt ləğv edilib? Konkret ilə əsaslanır. Bu faktolojidir. Rus sənətkarlarının ən böyük mərkəzi hardadır? Məsələn, Moskva deyəcək. Poltava döyüşü nə zaman baş verir? İli deyəcək. İnformasiyanı daha yaxşı yadda saxlamaq üçün nə etməliyəm? Fikir münasibət bildirəcəksən.
Bu faktoloji biliyi olmayacaq. Ona görə cavabımız Y variantı olacaqdır. 9-cu sualla davam edək. Gəl görək 9-cu sualda nə deyəcək bizə. Cədvələ deyir, əsasən uyğunluq gözlənilmişdir. Görək harda uyğunluq gözlənilib. Deyir, şagird bu bilik sayəsində faktları sadəcə xatırlamaqla kifayətlənmir, həm də səbəb-nəticə əlaqələrini yeni situasiyalarda düzgün ümumiləşdirmə və izah verir. Konseptual bilik doğrudur. Çünki konseptual bilik səbəb-nəticə əlaqələndirmə. Biri götürək. Eyni cisim ayda və yerdə kütləsinin sabit qalması, lakin çəkisinin fərqli olması hansı səbəblərlə izah olunur? Fikrinizi əsaslandırın. Prosedural doğru yazıb, yox. Səbəb-nəticə var da burada. Demir ki, icra elə. İcra elə desəydi prosedural olardı. İlk yardım çantasında olan materialları istifadə edərkən kiçik kəsiyi sarıyın. Faktoloji yanlışdır. Faktoloji deyil, bu proseduraldır. Cavab 1-3 olacaqdır. Uyğunluğu müəyyən etdirirsən, hə? Doğruda doğru, yanlışda yanlışı götürməlisən. 10. Hansı fikir doğrudur? 10-cu sualda. Biliklərin möhkəmlənməsi əsasında məlumatın bir neçə dəfə təkrar olunaraq yadda saxlanmasına əsaslanır. Bilik ən effektiv şəkildə müəllimin şagirdə hazır və sistemli şəkildə ötürülməsi zamanı öyrənir. Yalan deyir, çünki hazır sistemli şəkildə necə olsun, şagird özü aktiv dinləyici olmalıdır, nəticə çıxartmalıdır. Bilik növləri fakt və anlayışları bilməyə, işi icra etməyə, anlayışlar arasında əlaqə yaratmağa, öz öyrənməsinə əsaslanır. Doğrudur da bu prosedural, faktoloji, metakognitivdə, konseptualda öz eksini tapır. Onda C. 11-ci sual. Hansı nəqliyyat vasitələri bu gün müasir hesab edilir və nə üçün? Bax, nə üçün deyəcək? Əlbəttə ki, konseptualdır. Əgər desək ki, hansı nəqliyyat vasitələri bu gün müasir hesab edilir? Yəni, sən adlarını sadalayacaqsınsa faktolojidir. Amma nə üçün səbəb nəticəni deyirsə, konseptual bilik olacaqdır. 11-də B. 12-ci sualdan davam edək. Cədvələ əsasən uyğunluğu müəyyən et. Kulturologiyanın bir elm kimi nədən bəhs etdiyini bilir, deklarativ bilik, bəli, bu doğrudur. Sifət haqqında deyilən fikirlərdən yanlış olanlarını müəyyən edir, prosedural bilik deyil bu. Mənəvi dəyərlərə malik olmaq milli mənəviyyat nümunələrini ümumiləşdirir, metakognitiv yox, konseptualdır. Səhvdə səhvə də götürəcəm, 1-3 olacaq cavabımız, C variantı. Müəllim şagirdlərə sual verir, məxrəc eyniləşdirilmədən kəsirlərin toplana bilməsi nə ilə bağlıdır? Ortaq məxrəc anlayışını nümunə üzərində açıqlayın. Müəllim şagirdlərin nümunə gətirməsinə şərait yaradır. Deyir, buna uyğun olan tapşırığı müəyyən et. Yəni, burada artıq konseptual var da. Sıxlığın ölçü vahidini yaz, sıxlığı hesablama işi yoxdur, burada çıxaq. Kompasdan istifadə edərək burada da iş icra var, yoxdur. Verilmiş cümlənin hansında metafora, hansında bənzətmə olduğu müəyyənləşdir. Seçimli anlayışlar əsaslandıraraq izah et. Konseptual biliyi olacaq, C variantı ilə. Bizdə də situasiyada konseptual biliyi istəyir. 14. Biliyin öyrənilməsi ilə bağlı fikirlərdən biri yanlışdır. Biliyi şagirdlərə seçici formada ötürmək lazımdır. Şagirdlər biliyin ötürülməsi zamanı pasiv, yox, aktiv olmalıdır. Bilik ötürüldükdən sonra şagirdlər onu kognitiv, metakognitiv fəaliyyətlərdən keçirdirlər. Yanlışı deyir, ha. B variantı da elə yanlış. Pasiv olmayacaq, aktiv olacaq. 15. Uyğunluğu müəyyən et. Anlayışların mənasını, onların bir-biri ilə əlaqələrini və əlaqələrini izah edən ümumi prinsiplər dərk etməyə əsaslanır. Dərk etmək konseptual bilikdir. Bir işi addım-addım necə yerinə yetirmək, ardıcıllığı varsa bu proseduraldır. Fakt faktolojidir və biz də bunları nə edirik? Gəlin bir yerdə qruplaşdıraq. 15-ci sualda. A-da deyir ki, parlament, konstitusiyasiya və referendum anlayışları hər birinin bir əsas xüsusiyyətlərini qeyd elə. Bir əsas xüsusiyyətlərini qeyd edirsənsə, burada xüsusiyyətlərini vurğulayacaqsan, əlbəttə ki. A-nın qarşısına nə yazaq? 3-ü yazaq. Faktla anlayış qaydaları xatırlamaq.
3A. Sonra parlament, konstitusiyası, referendum. Yox, bu A-nı dedik. Verilən bucaqlara uyğun növə aid. Bunu yerbəyer eləyəcəksən. Burada nə var? 1, B, 2-də C olacaq. 15-də Y variantı əziz müəllimlər. Deklarativ biliklə hansı fikir yanlışdır? Bağlı bax. Deklarativ bilik deyəndə nə nəzərdə tutulur? Yanlışı soruşur bizdən. Bax, deklarativ bilik formalaşdıqdan sonra onu məhkəmləndirmək üçün təkrar və ya müxtəlif kontekstlərdə xatırlama məşqləri aparmağa ehtiyac qalmır. Yalan deyir, əslində ehtiyac var da. Biz nə deyirik? Deyir ki, təkrar olur, yadında saxlayır, formalaşır. Ona görə cavab D variantı olacaqdır. Bir dəqiqə üzrə sayın. 17-ci sualdan davam edək. Hansı fikir yanlışdır? Prosedural bilik əsasən tətbiqlə əlaqəli olur. Doğrudur. Konseptual bilik şagirdləri baş və ikinci dərəcəli üzvü ayırmağı yox. Ayırmaq prosedural bilikdir. Müqayisə eləməkdir konseptual bilik. 17-də bu variant olacaq. 18-də cədvələ əsasən uyğunsuzluğu müəyyən et. Uyğunsuzluq deyəndə nə nəzərdə tutulur? Gəl bundan elə cədvəl kimi sizin nəzərinizə çatdırım. Uyğunsuzluq deyirsə, biz burada doğruda səhvi, səhvdə də doğrunu tapaq. Deyir, konseptual bilik anlayışlar arasında əlaqə anlamağa şərait yaradır. Doğrudur, bunu götürməyə, çünki uyğunsuzluq istəyir. Deklarativ bilik faktların, anlayışların, terminlərin tərifini yadda saxlamağa şərait yaradır. Doğrudur, bunu da götürmürük. Metakognitiv bilim təkcə nə bildiyi deyil, necə düşündüyünü, hansı strategiyadan istifadə etdiyini deyir. Doğrudur. Prosedural bilik müəyyən bir tapşırığı necə yerinə yetirəcəyi, yəni hansı ardıcıllığı icra edəcəyini bildirir. Bu da doğrudur. Bax, bütün fikirlərin hamısı doğrudur burada. Uyğunsuzluğu istəyir. Ona görə də yanlışda doğruları götürəcəm. Olacaq cavabım 3-4. 19-cu sualdan davam edək. Deyir, nümunəyə əsasən biliyin növlərini müəyyən et. Şagird verilmiş ismin qrammatik kateqoriyalarına görə qruplaşdırır. Konseptual bilikdir bu. Şagird sözləri tərkibinə görə təhlil edir. Prosedural bilikdir. Şagird hədəfinə çatmaq üçün planlama hazırlayır. Metakognitiv bilikdir. 20. Abituriyent ali məktəbin müəyyən bir ixtisasına qəbul olmaq qarşısına hədəf qoyub özü planı var. Bu da olacaqdır nə? Metakognitiv bilik. 21. Konseptual bilik ilə bağlı verilmiş fikirlərdən hansı yanlışdır? Konseptual bilik tapşırığın icrasını özündə ehtiva etmir. Tapşırığın icrası prosedural bilikdir. Cavab D variantı olacaqdır. 22-ci sual. Şagird özünü qiymətləndirmədən istifadə edirsə metakognitiv bilikdir. Bax, özünü qiymətləndirmə özü üçün metakognitivdir. Şagird laboratoriya məhsulu hazırlayarkən maddəni tərəzidə ölçür, müəyyən həcmdə suda həll edir. Məhlulu neynir? Etiketləyib saxlama qabına tökür. Bu tapşırığı tətbiq olunan bilik növünə uyğun olan tapşırığı müəyyən et. Yəni, burada neynir? İcra edir. D variantında dedir ki, təziyi ölçür. Prosedural biliyi hardadır? D variantında öz əksini tapacaqdır. 24. Bilik ilə bağlı hansı fikir doğrudur? Bilik insanın fakt, anlayış və qaydalar öyrənib mənalandırması və onların yeni vəzifələr tətbiq edə bilməsidir. Cavab əlbəttə ki, doğrudur. 24-də A. 25. Verilənlərdən bir faktoloji biliyi yoxlayan sual deyil. Bax, konkret olaraq faktoloji biliyi yoxlayan sual hansı deyil? Faktoloji biliyi yoxlayan sual deyil, deyir, ha. Yox, faktoloji biliyə aiddir, deyir. Çünki baxıram, görürəm burada açıq suallarda. C-də amma deyir ki, Azərbaycan ədəbiyyatında ilk divan müəllifi kimdir? Adı soruşacaq. Bu da faktoloji biliyi yoxlayacaqdır. 25-də cavab C variantı olacaq. 26. Uyğunsuzluğu müəyyən et. Gəl görək uyğunsuzluq nədir? Deyir, konseptual bilik yol nişanları arasında piyada keçid nişanını tap və bu nişanın nəyə bildirdiğini yaz. Bu konseptual bilik deyil, axı konseptual bilik əlaqələndirmədə. Amma bax, prosedural bilik xəritə üzərində məsafəni xəttkeşlə ölçür, yerinə yetirir. Doğrudur. B. A səhvdir. Digər variantlar oxumağa gərək yoxdur, düşünürəm. Çünki primitivdir. Əgər oxuyarsınız, istəsəz, çətinliyiniz olsa, rəy bölməsinə yazarsınız. Mən gəlib sizə yenidən cavab verərəm. 27-də deyir, bilik ilə bağlı hansı fikirlər yanlışdır? Faktoloji bilik digər biliklər arasında əlaqə yaratmır. Əziz müəllimlər, əlaqəni yaradır konseptual bilik. 27-də Y variantı səhvdir. 28. Prosedural bilik ilə bağlı fikirlərdən hansı yanlışdır?
yanlışı istəyir, avtomatikləşmir deyir 28-də, amma yalan deyir, avtomatikləşir bir müddət gedəndən sonra. 29-da deyir ki, hansı fikir doğrudur? Prosedural bilik özündə fəaliyyət ardıcılığı ehtiva edir, doğrudur. 30-cu sualdan davam edək. Prosedural bilik ilə bağlı hansı fikir doğrudur? Prosedural bilik bir işi necə yerinə yetirməkdir. Fəaliyyətdir, icradır. Bu da Y variantındadır. Uyğunluq pozulmuşdur deyir 31-də. Konseptual bilik göllərin axarlı axarsız olduğunu bilmək deyil. Göl axarlıdır yoxsa axarsız? Bu əlbəttə ki, faktoloji bilikdir. 32-ci sual deyir, bilik ilə bağlı hansı fikir yanlışdır? Öyrəndiklərimizi alqoritm şəklində həyata keçirmək mütləq deyir olmalıdır ki, prosedural bilik olsun. Amma biz dedik ki, prosedural bilikdə mütləq alqoritm deyil. Əgər sən onu yerinə yetirsən, kökündə ardıcıllıq var, fəaliyyət var, ardıcıllıq yoxdursa, o da prosedural bilik ola bilər. Ona görə 32-ci sualda cavab D olacaq. 33. Tarix dərsində şagirdə bir hadisə haqqında iki fərqli mənbə verilir. Mənbənin müəllifini və yazılan vaxtı müəyyən edir, təhlil edir, uyğun gəlib gəlmədiyini müqayisə edib nəticə çıxardırsa, əlbəttə konseptual bilik olacaqdır. 35. Bilikçilər fotosintez və tənəffüs prosesi arasında əlaqəni izah et konseptual bilikdir. Azərbaycan Xalq Cümhuriyyəti hansı ildə elan olunub? Faktolojidir. İşıq preparatı hazırlayırsa proseduraldır. Çünki kökündə tətbiq var. Bu da A variantında olacaqdır. 36. Deklarativ bilik haqqında deyilənlərdən hansı doğrudur? Əlbəttə ki, hər hansı bir sahəni anlamaq üçün lazım olan əsas elementlər, faktoloji məlumatlar deklarativ biliyə aid olacaqdır. A variantı. 37. Şagird himnin dövlət rəmzi kimi əhəmiyyətini izah edir. Bu konseptual bilikdir. Aşağıdakı fikirlərdən hansı yanlışdır? İki hadisənin oxşar fərqli xüsusiyyətlərini bilmək əlbəttə ki, faktoloji, prosedural yox, konseptualdır. Ümumiyyətlə, müqayisə etmək konseptualdır. Hansı fikir doğrudur? Effektiv olması üçün tətbiqi xarakter daşıyan biliklər şagirdlərə öyrənməlidir. Doğrudur. Biz şagirdlərə mövzunu öyrədərkən seçib təqdim edirik. Əgər cəmiyyətin hər kəs hər zaman və hər yerdə istədiyini eləsəydi cəmiyyətdə, həyat necə olardı? Verilmiş situasiyada cavab hansı biliyə aiddir? Əlbəttə ki, bu konseptualdır. Çünki sən nə edirsən? Münasibət bildirirsən, fikir irəli sürürsən. Əziz müəllimlər, istədim ki, bu mövzuna əlaqədar sualları yeniliyə əsaslanıb, yeni təqdim olunan time əsasında izah vereyim. Amma çox da yenilik yoxdur, ümumiyyətlə yoxdur bu biliyə mövzusu ilə əlaqədar. Yenə də fikirlərim sizə aydındırsa, sizi üçün məlumat toplamağa kömək oldusa, xahiş edirəm YouTube kanalını paylaşıb, abunə olmağı unutmayın. Hətta rəylərdə fikirlərinizi də bildirə bilərsiniz.